Ben yaşadım, xəstəyim. Saat 6'da, 6'ın yarısında taxtataraq yıxıldaşdılar, işləyirlər. Narahat edirlər. Xahiş edirəm, bunu bir tədbir götürün. Abşeronda sakinlərin etirazı. Kənd təsərrüfatı torpağına nəhəng ambar tikilir. Abşeron rayonu Mehdiyabad qəsəbəsi Nüsrət Kəsmənli küçəsinin sakinləri yaşadıkları ərazidə aparılan iri miqyaslı tikinti işlərinə qarşı ayağa qalxıblar. 15-dən çox ailə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq iri tutumlu obyektin inşa edildiyini iddia edir. Sakinlərin sözlərinə görə tikinti ilə bağlı Prezident Administrasiyası və Abşeron rayon İcra Hakimiyyəti daxil olmaqla bütün aidiyyatı dövlət qurumlarına rəsmi müraciətlər olunub. Narazı vətəndaşlar aidiyyatı orqanların bu qanunsuzluqdan xəbərdar olduqlarını, lakin işə göz yumduqlarını da iddia edirlər. Sıravi vətəndaş evinin ətrafına bircə daş qoyan kimi Abşeron rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi dərhal gəlib onu uçurur. Amma kənd təsərrüfatı torpağında ucalan bu boyda nəhəng tikintini görməzdən gəlirlər. Sakinlər kənd təsərrüfatı təyinatlı torpaqlarda fundamental tikinti işlərinin aparılmasının qanuna zidd olduğunu vurğulayaraq prosesin dərhal dayandırılmasını tələb edirlər. Məsələ ilə bağlı tikinti aparan sahibkar Əliyev İbadla əlaqə saxlanılıb. O səsləndirilən iddiaları təkzib edərək tikintinin tamamilə qanuni olduğunu bildirdi. Çıxarış mövcuddur. Tikinti aparılan torpaq sahəsinin rəsmi mülkiyyət sənədi var. İcazə alınıb. İşlər müvafiq dövlət qurumlarının icazəsi ilə həyata keçirilir. Tikilən obyekt şəxsi əşyaların saxlanılması üçün nəzərdə tutulmuş ambardan ibarətdir. Media TV Az Media qrupu olaraq xatırladırıq ki, hazırda ərazidə gərginlik və tərəflər arasında mübahisə davam edir. Aidiyyatı qurumların məsələyə rəsmi reaksiya verəcəyini gözləyirik. Bura Mehdiyabad qəsəbəsi Nüsrət Kəsmənli küçəsidir. Bura arxa tərəflərdə, göstərilən arxa tərəflərdə evlər, yaşayış yerlərdir. Bizim bu evlərin üzbəyiz, bu mənşəyi bilirəm. Bir neçə vaxt burada tikildən, ambarlıqdan, hər hansı emalat vaxtıma, nə bilim burada tikildə. Biz Fövqəladə Hallar Nazirliyi e-mail vurduq, nə bilim İcra Hakimiyyətinə vurduq, 102 polis xidmətinə məlumat verdik. Bir dəfə Fövqəladə Hallar gəldi, söktürdü, daha sonra əmlaka verdik. Nə bilim, bir dəfə söktülər, təzdən yenə başladılar, bir daş vururlar, zəng vuruş şikayət edirik, dayandırırlar, yenə başlayıblar yəni bu formada. Üstünə hörüblər, üstünə başlayıblar kəmər atmağa, yenə işlərə davam edirlər. Sizdən xahiş edirik ki, lazım aidiyyatı qurumlar bizlərə kömək eləsinlər, bu tikinti burada dayandırılsın. Yəni biz bundan çox narahatıq, yaşayış yeridir, düz qapımızın ağzıdır. Narazıyıq bundan, yəni biz çox narahatıq. Yaşlı adamlar var, körpə uşaqlar var. İndi səhər-səhərdə qonşuların əksəriyyəti burada yoxdur. Burada nə qədər qonşu varsa, o başdan bağlı boşu kimi hamı bundan narazıdır. İndi hamı işləri deyə burada hər kəsi burada toplayanmamışıq. Xahiş edirəm bizə köməklik göstərəsiniz. Yəni, narazıyıq, həddir, bütün qonşular. Amma narazı bilməsiniz. Ben yaşadım, xəstəyim. Saat 6'da, 6'ın yarısında taxtataraq yıxıldaşdılar, işləyirlər. Narahat edirlər məni. Xahiş edirəm, bunu bir tədbir götürün. Təşəkkür edirəm.